Yazağın müqayisə. Olar, kəsirləri müqayisə eləyəndə birinci növbədə məxrəcləri bərabərdirsə, məsələn 7-də 4 ilə 7-də 2-ni müqayisə edirəm. Məxrəcləri bərabər olanda sürəti böyük olan böyükdür. Olacaq onda bu tərəf böyük. İkinci, əgər 3-də 5 və 3-də 7 yazıram. Məxrəcləri yenə deyirəm ki, bərabərdir. Bu dəfə düzgün olmayan kəsirdən danışırıq. Yenə sürəti böyük olan böyükdür. Bu sağ tərəfdəki böyük olacaq. Üçüncü, məsələn yazıram ki, sürətləri bərabər bu dəfə. 8 bölü 3 və 8 bölünsün 5 yazıram. Elə bil ki, belə fikirləşin də. 8 manatı 3 nəfərə bölürəm və yaxud da 8 manatı 5 nəfərə bölürəm. 3 nəfərə bölsəm adama daha çox düşəcək, düzdürmü? Deməli, məxrəcləri fərqli olanda, sürətləri eyni olanda az olan tayı böyük olacaq. Olacaq bu tərəf. Və yaxud da ki, gördün ki, bu qayda yadından çıxıb, onda bura bir qırmızı ilə bir şey yazıram. Müxtəlif olandan yazacağam. 7-də 3 ilə tutalım ki, 8-də 5-i müqayisə edirəm. Düzdürmü? Bunun üçün nə etmək lazımdır? Çarpaz vuracaqsınız. Bu 3-ü çarpaz şəkildə vurursan 8-ə. Altından yazıram. 3 vur 8. Bu vəzdi bizə 24. Digər tərəfdən də gətirirsiniz bu 5-i vurursunuz bu 7-yə. Burada 5 vur 7, bu da 35. Hansı böyükdür? 35 böyük. Deməli, işarə beləsinə olacaq. Ortadakını da silirəm. Artıq yazıram işarə olaraq üzü sağ tərəfə. Yəni, deməli, sağdakı böyük olacaq. Aydın oldu mu uşaqlar? Yəni, istənilən müqayisəni boş üsulla yazmaq olar. Çarpaz vurma üsulla yaza bilərsiniz. Bir də təkrari kəsirlər var. Təkrari kəsirlər nə deməkdir? Məsələn, yazıram ki, A bərabərdir. Bir dəqiqə. A bərabərdir 17-də 13. B bərabərdir və C bərabərdir. Deyir, bunları müqayisə edin. Belə olan halda təkrari kəsirlərdə təkrar ədədləri silmək lazımdır. Məsələn, bax, burada 17 ilə 13 ayırıram, bunları tullayıram. Bunu ayırıram, görürsünüzmü? Təkrar-təkrar gedir. Deməli, bunları atıram, gedir. Nə qaldı? 17-də 13, 17-də 13, 17-də 13. Deməli, bunların hamısı bir-birinə bərabər imiş. Bunlara diqqət etmək lazımdır. Bu belə. Müqayisədə başqa belə böyüdüləcək bir şey yoxdur. Keçirəm indi mən sizə məsələlərə. Yazın buradan məsələlər. Uşaqlar, məsələlərdə diqqət yetirəcəyiniz şeylər nələrdir? Bir, ola bilər sizə iş məsələsi versin. Sonra bir olsun sizə hovuz məsələsi versin, bir də hissə məsələsi versin. Onsuz da hissə məsələsində biləcəksiniz ki, özünüz, məsələn, işin 11-də 7 hissəsini görmüşəmsə, 11-dən 7-sini görmüsən, 11-dən 4-ü qalıb. Yəni, belə fikirləşin ki, 11-də 7-sini görəndən sonra 11-də 4 hissəsi qalmış sayılacaq. Bu hissə məsələsi asan işdir. Yəni, gedəni gedənə bərabərləşdirin, qalanı qalana bərabərləşdirin. Bu heç öz yerində. Baxıram indi birinci sizdə deməli işçi və zaman məsələsinə. İşçi və zaman məsələsinə. Bu nə deməkdir? İşçi zaman. Məsəl üçün biri var ki 5 dənə traktor yeri şumlasın, bir də var 15 dənə traktor. Təbii ki 15 traktor daha tez qurtaracaq işi. Yəni onda belə başa düşürəm ki, işçinin sayı artanda iş tez qurtarır. Yəni zaman azalır. Baxın, biri artdı, biri azaldı. Onda bunların mütənasiblik olacaq tərs mütənasib. Tərs mütənasib şəklində. Məsələn, belə deyirəm. Deyirəm ki, tənasibi necə quracam? A sayda işçi var. Bunlar məsələn, deyək ki, x saat ərzində işləyirlər. B sayda işçi var. Bunlar da y saat ərzində işləyirlər. Əgər söhbət tərs mütənasibdən gedirsə, onda bunları qarşı-qarşıya vurmaq lazımdır. A-nı x-ə vuracaqsınız, B-ni də y-ə vurub tənliyinizi həll edəcəksiniz. Aydın oldu? İkinci, baxıram bu dəfə işçi, zaman və iş məsələsinə. Bu nə deməkdir? Bu arada artıq üçlü tənasüf var. İşçi, zaman, işdə üçlü tənasüf var. Bu nə demək? Məsəl üçün deyirəm ki, 5 traktor 2 saata işin 7-də 4-ünü gördü. Tutaq ki, traktorun sayı artdı. Deyirəm ki, 10 traktor neçə saata işin 4-də 1-ini görər. Baxın, gördünüzmü? Burada həm işçi var, traktor, həm zaman var, gün, həm də iş var, 4-də 1 hissə, 7-də 4 hissə, bunlar. Aydın oldu. Bunun həlli qaydası necədir?
İşçinin çalışını işçinin altından yazın. Zamanı zamanın altından yazın. Görülen işi de işin altından yazın. Yine ikinci tenasübdə işçini işin altından, zamanı zamanın altından və işi də ki, işin altından yazmağı unutmayın. Demişəm ki, işçi ilə zaman necə mütənasib idi? Tərs mütənasib idi. Deməli, bu ortaya yazmalıyam tərs sözünü. Tərs. Amma zamanla iş düz mütənasibdir. Məsələn, 1 saata tutalım ki, bir xalça toxuyuram, 2 saata 2 xalça toxuyacam, 3 saata 3 xalça toxuyacam. Yəni bu şəkildə zaman artdıqca işim də artır. Aydın oldumu? Bu olacaq artıq düz mütənasib. Tərslərdə yuxarıda gördük ki, qarşı-qarşıya vurmaq lazımdır. İndi eyni şəkildə qarşı-qarşıya gedəcəm. A ilə gedəcəm B-yə. Düzü görən kimi dönəcək yolum çarpaza gedəcək. Bu şəkildə. Sonra gəlin burada M məncə tərsdir, qarşı-qarşıya gəldi. Artıq gəldi, düzü gördüyünə görə çarpaz gedəcək. Bu şəkildə gedəcək. Yəni onda biz tənliyi qursaq, belə qurarıq ki, A vurulsun B vurulsun Y bərabərdir. M vurulsun C vurulsun X şəklində yazmaq olar. Buna aid bir nümunə gətirək. Yazıram nümunə. Deyirəm ki, 9 traktor 6 saata məsələn deyərəm ki, işin 4də 3 hissəsini görər. Sual verirəm ki, indi 12 traktor 8 saata işin hansı hissəsini görər? Əslində sualı belə idi misalda gözləyin. Elə yazım ki, deyir məsələn traktor neçə saata işin məsəl üçün 8də 5 hissəsini görər. Belə deyim. İndi baxın məsələyə. Deyirəm ki, 9 traktoru var. Bu işçinin sayıdır. İşçinin altından yazmalıyam. Çünki unutmayın ki, məsələn işləyəndə hər şeyin öz yerində yazılmalıdır. Birinci yazmalıyam işçini, sonra zamanı, ən sonda işi yazmalıyam bu şəkildə. İşçimiz kimdir? 9 dənə traktor bizim işçimizdir. Altına yazıram işçinin. Zaman nə qədərdir? 6 saat iş görüb. Gördüyü iş nə qədərdir? 4də 3-dür. Bunu yazdım. Sonra işçimiz nə qədərdir? 12 traktordur. Zaman nə qədərdir? Bilmirik, axtarışa çıxmışıq. Gördüyü iş nə qədərdir? 8də 5 hissədir. Bu tənliyi həll etmək lazımdır, bu tənasübü. Demişik, onda necə olacaq? Qarşı-qarşıya gedəcək də. Yəni 9, 6 çarpı 8də 5 getməliyik və 12x çarpı 4də 3 getməliyik. Onda yazıram birinci 12-dən, x-dən və 4də 3-dən başlayıram. Tənliyin sol tərəfində məhsul olsun deyə 9-u, 6-nı və 8-də 5-i də sağ tərəfə yazıram. Buradan 4 ilə 12 xısar getsə 3 qalacaq. 3-ü vururam 3-ə 9x eləyəcək, bərabərdir. 9 vurulsun, 6 vurulsun, 8-də 5. Bu sağdakı 9 ilə soldakı 9 getsə, x-in qiyməti bərabər olacaq nəyə? 8-də 6 və 5 30-a. Bunu da 2-yə bölsək, 4-də 15 eləyəcək. Yəni 4-də 15 saatda neçə eləyəcək? 15-i 4-ə böləsən, məsələn 3 tam 4-də 3 saat. 3 tam %75 saat şəklində qalacaq cavabımız. Aydın oldu mu? Bəli. Bəli. İndi gəlirəm digər iş məsələsinə. Yazıram buraya iş məsələsi. Bu iş məsələsində söhbətindən gedir. Tutalım ki, 2 nəfər adam var. Bunların gördüyü işlərdən söhbət gedəcəkdir. Biri var işi 1 nəfər görsün, bir də var 2 nəfər görsün. Bunlara fikir verərsiniz. Məsələn, deyirəm ki, nümunə şəklində gələcək indi bu. Birinci adam işi B saata, ikinci adam isə tutalım ki, A saata iş görür. Məsələn, indi buradan deyir ki, birinci adam X saat işləyir. İkinci isə məsələn Y saat işləyib.
Birində onlar birlikdə işləsələr, işin hansı hissəsi görülmüş olar? Hansı hissəsi görülmüş olar? Deməli uşaqlar, hissə-hissə oxuyun ki, qarışmasın beyniniz. Birinci adam işi 5 saata görürsə, deməli bu işin B-dən birini görmüş olur. İkinci adam A saata görürsə, deməli işin A-dan birini görmüş olur. İndi birinci adam X saat işlədiyinə görə mən birinci adamı X-ə vurmalıyam. İkinci adam Y saat işlədiyinə görə ikinci adamı Y-ə vurmalıyam. X-i birlikdə dediyinə görə bunları toplamalıyam. Buradan hesabladım, aldım bir dənə M bölünsün N kəsri. Bu aldığım kəsrimiz bizim işləyib gördüyümüz iş sayılacaq. Yəni hansısa hissəsini gördüyüm sayılacaq. İndi bunu nümunə şəklində yazsaq. Məsələn, deyirəm ki, birinci adam 6 saat işləyir. 6 saat. İkinci adam məsələn 8 saata iş görür. İş görür. Məsələn, deyirəm ki, birinci 4 saat işləyib, saat işlədi. İkinci 1 saat işləsin qoy. Saat işləsə, işin hansı hissəsi görülmüş olar? Birlikdədən, yəni söhbət birlikdədən gedir. Hansı hissəsi görülmüş olar? Deməli, nə edəcəm mən? Birinci adam 6 saat işlədiyinə görə yazıram 6-da 1. İkinci 8 saat işlədiyinə görə 8-də 1. İndi sonra deyir ki, birinci işin 4 saat işləyib. Mən bunu 4-ə vurmalıyam. İkinci isə 1 saat işlədiyinə görə 1-ə vururam. İkisi birlikdə plus yazıram. Onda olacaq bu 6-da 4, üzərinə gəl 8-də 1. 6 ilə 8-ə ortaq məxrəc 24 olar. Birincini 24 eləmək üçün 4-ə vurmaq lazımdır. Eləcək 16. İkincini 24 eləmək üçün 3-ə vurmaq lazımdır. Eləyəcək 3. Bu da eləyəcək 24-də 19. Bu tapdığım işin görülmüş hissəsidir. Görülən. Mənə görülməyəndirsə, 24 işdən 19-unu görmüşəmsə, deməli 5 dənəsini görməmişəm də. Bu da qalandır, yəni görülməmiş hissədir. Və yaxud da 1-dən 24-dən 19-u çıxırsınız da o şəkildə. Başa düşdünüzmü? Bəli. Bəli. Sağolun. Hovuz məsələsi də bundan eyni məntiq daşıyır. Gəlin indi ondan izah edeyim sizə. Yazıram bura. Hovuz məsələsi. Deməli uşaqlar, hovuz məsələsində biri var, hovuzu su ilə doldururam, bir də var, həm doldurub, həm boşaldıram. Onda nə etmək lazımdır? Məsələn, bir çən götürək. Burada A kranı hovuzu doldursun, B kranı da hovuzu doldursun. Bu A olsun, B olsun. Deməli, A və B neyniyir? Hovuzu doldurur. Buraya yazıram, doldurur. Hər ikisi ilə doldurur işləyirik. Doldurur. Uşaqlar, bu A saata doldurduğuna görə işin A-da birini görmüş olur. Bu ikinci B saata doldurduğuna görə işin B-də birini görmüş olur. İndi, məsələn, birinci tay deyir ki, işi X qədər işləyib, ikinci Y qədər işləyib. Deməli, onda mən birincini X-ə, ikincini Y-ə vurmalıyam. Doldurur söhbətinə görə bunları toplamaq lazımdır. Yenə mən bir dənə kəsr aldım. Tutalım ki, M bölünsün N kəsri aldım. İndi burada sizə 3 sual verə bilər. Birinci sualları o olacaq ki, hansı hissəsi dolmuş olar? Dolmuş olar. Və bu sual gələndə elə buradan tapdığın cavab birbaşa cavabdır. Səndən dolmamış soruşsa, dolmamış, inkar soruşsa, onda birdən aldığın cavabı çıxmalısan. Bir çıxılsın, n bölünsün n. Bir də soruşa bilər ki, neçə saata dolar? Saata dolar. Dolar sözünü görürsünüzsə, bilin ki, dolmaqdan söhbət gedir və buradakı kəsiri tərsinə çevirirsiniz. Saat deyəndə m bölü n-in tərsi n bölü m götürürəm. Bax, bu birincinin tərsidir. Gördünüzmü? Biri var, hansı hissə desin, bir də var, neçə saat desin. Hissənin tərsinə çevirəndə bizə saat verəcək. İndi misal üçün deyirəm ki, nümunə əlavə eləyək bura. Deyirəm ki, bir dənə hovuzdur. Bunu A kranı, indi A kranı, B kranı eləməyəcəm. Birinci kran 8 saat işləyir, ikinci isə
Normalda 7 saatdə hovuzu doldurur. İkisi birlikdə 1 saat işləsə, hovuzun hansı hissəsi dolmuş olar? İkisi birlikdə 1 saat işləsə. Bizə 3 dənə sual verə bilər. Birinci dolmuşu, ikinci dolmamışı, üçüncü neçə saat olduğunu hər üçün tapıram. Birinci növbədə mən 8-də 1 üzərinə gəl 7-də 1 yazmalıyam. Çünki ikisi də 1 saat işləyib. Əlavə şeyə ehtiyac yoxdur. Bunları toplayırsam cavabımdır. 56-da ortaq məz 56 eləməliyəm də. Bunu 7-yə, bunu 8-ə vurmalıyam. 15 eləyəcək. Bu sənin hovuzunun nə idi? Dolmuş hissədir. Deməli onda dolmuş olacaq nə qədər? 56-da 15. Bu dolmuş hissədir. Dolmamış hissə, dolmamış olacaq 1 çıxılsın 56-da 15. Bu da qalacaq 56-da 41. Bu dolmamış hissədir. Neçə saata dolar desə, neçə saata dolar desə, onda başda aldığın cavabı, yəni bu 56-da 15-i tərsinə çevirirsən. Yəni 15-də 56 saata dolar və yaxud da bunu çevirirəm. 4 dəfə 15-im çox eləyəcək də. 3 tam 15-də 45-in üstə 11 gəldi. 3 tam 15-də 11 saat oldu. İndi bu belə. Bura kimi aydındır. Məsələnin tipini dəyişəcəm çünki. Bəli. İndi bax, Bəli. yavaş-yavaş deyirəm hamısını. Məsələn, yenə hovuzu götürək. Bir dənə kran götürürəm buradan, birini götürürəm buradan. Məsələn, normalda bu tayı olsun 8 saat işləməlidir. Bu tayı da 6 saat işləməlidir. İlək ikindi birinci e, 3 saat işləyib ya da birlikdə deyim də, hələ ki buna gedib sonra ayırıram bunları. İkisi birlikdə 3 saat işləsələr. 3 dənə sual verir bizə. Dolmuş, dolmamış və neçə saata dolmaq söhbətini. Ondan eləyəcəm. Birinci 8-də 1, ikinci 6-da 1. 3 saat işlədiyinə görə bunların cəmini axırda 3-ə vurmaq lazımdır. 8-də 1-i 6-da 1 ilə ortaq məxəc 24 olacaq. 24 eləmək üçün bunu 3-ə, bunu 4-ə vurmaq lazımdır. Sürətləri toplayanda 7 eləyəcək. 3-ə vuranda 24 dənə çıxsar getsə, qalacaq burada 8-də 7. Deməli, 8-də 7 bunun dolmuş hissəsidir. 1-dən 8-də 7-ni çıxanda qalacaq burada 8-də 1. Bu dolmamışdır. Dolmamış. Saat desə, saat. Bayaqki dolmuş sözünü tərs çevirin. 7-də 8 saat. Aydın oldu uşaqlar? Bəli. 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 İndi gəlin belə eləyək. Məsələn, dəyişirəm misalı. İndi fərqli-fərqli yazacağım. Deməli, birinci doldursun normalda 9 saata. İkinci doldursun normalda 8 saata. Birinci tayı, məsələn, 4 saat işləyib, 4 saat. İkinci də işləsin 3 saat. Birlikdə işləsələr, birlikdə işlədilər. İndi yenə dolmuş, dolmamış bir də bizdən soruşur nəyi? Saatı. Onda 9-da 1, üzərinə gəl 8-də 1 yazmalıyam. Amma birinci 4 deyirsə bunun sürətinə 4 yazıram. İkinci 3 deyirsə bunun da sürətinə 3 yazıram. Bunu hesablayacaqsınız. Ortaq məxrəc 9 ilə 8-də 72 olacaq. Birincini 72 eləmək üçün 8-ə vururam. 8 dəfə 4, 32. İkincini 72 eləmək üçün 9-a vururam. 9 dəfə 3, 27. Toplayanda eləyəcək 59 bölünsün 72. Bu tapdığın dolmuşdur. Dolmuş. Dolmamış desə, 1-dən 72-də 59-un çıxacaqsan. Qalacaq 72-də 13. Bu oldu nə? Dolmamış. Saat desə nə eləyəcək bəs? Tərsinə çevirəcək birinci. Ay, sağ ol. 59. 59 ilə 72-nin yerini dəyişirəm. 59-da 72 saat deyəcəksiniz. Day, bu özümə rəqəmlər yazıram deyə belə qəribə-qəribə saatlar alanda narahat olmayın. Sonra gəlirəm indi nəyə? Və bayaqdan hovuzu doldururuq. Bəs bunu boşaltmaq da lazımdır axı. İndi bir dənə kran hovuzu doldursun. Bu da zəhmət çəkdi bir yandan boşaldır. Ondan eləyəcəm.
Su boşaldırsa deməli oradan su çıxır da. Su qalası deyil ki orada. Bura A yazıram. Heç A yazmıram, misalını yazıram. Onsuz da yolunu başa düşdünüz. Məsələn, deyirəm ki, biri 5 saata doldurur, bu da 6 saata boşaldır. Doldurma boşalmanı görürəm. Onsuz üstündən yazılan doldurur, altında hovuzun altında olan isə boşaldır onu. Boşaltma söhbəti varsa deməli orada çıxacaqsan. Çünki su azalır. Yəni 5-də 1-dən 6-da 1-i çıxacaqsan. Ortaq məxrəc 30 olacaq. 30 eləmək üçün bunu 6-ya, bunu da 5-ə vurmalısan. Alınacaq 6 çıxılsın 5. Deməli olacaq burada 30-da 1. Bu sənin dolmuşundur. Dolmuş oldu nə qədər? 30-da 1. Çünki bir yandan su boşalır deyə bu gec dolacaq da. Nə qədər vaxtda dolacaq gör. Dolmamışı nə qədərdir bəs? 29, 30'da Bəli, 29. 30-da 29. Neçə saata dolar hovuz? 1'de 30. 1-də 30 elə 30 saat deməkdə özü. Aydın oldu? Bəli. Bəli. Sonra nümunəyə 5 əlavə eləyək bura. Məsələn, indi belə deyirəm. Bu doldurur. Bu da doldurur. Bu boşaldır. Məsələn, deyirəm ki, birinci kran olsun 12 saatı doldursun. Üzr istəyirəm. İkinci olsun neçə? 36 saat doldursun. Üçüncü isə 72 saata boşaltsın. Nə edəcək onda? Kim doldurursa toplayacam, kim boşaldırsa çıxacam da. Deməli 12-də 1, hamısı 1 saat işləyir, belə deyirlər. 12-də 1, 36-da 1. Bunlar hovuza su gətirirlər. Amma 72-də 1 oradan suyu çıxardır. Bunu hesablayacağam. Hamısına ortaq məxrəc 72 olar. Birincini 72 eləmək üçün 6-ya vuraram. İkincini 2-yə vuraram 72 eləmək üçün. Üçüncü öz olduğu kimi qalacaq. İndi baxın bura. 6-nı 1-ə vurduq 6. 1-i 2-yə vurduq 2. Çıx 1. Bu da oldu 72-də neçə? 7. Başa düşdünüz? Bəli. Sonra başqa məncə burada bir şey qalmadı da. Onda belə eləyək. Evdə deməli nə yazırsınız? Kəsirlərin müqayisəsini